ونفسي بتقوى الله. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام عليكم أيها الحاضرون الجالسون جميعا ورحمة الله وبركاته. Allah'ın havlu kuvvesiyle inşallah bu iki kurban bayramına da yetiştik. Allah bu günleri kesilen kurbanları, onların ibadetleri öz dergahında dereceye kabul etsin inşallah. Kurban hicretin 2. yılı, miladi tarihlə 623. ildə bütün Müslümanlara vacib olub. Peyğəmbərimiz vaxtında və məsumların vaxtında bu əməl vacib olub. Qurban kəsmə hər bir insana dini və əxlaqi bir mahiyyət daşıyır, qazandırır. Şəxsi mənfəətindən ötürü insanlar yüzlərlə qurban deməli, heyvan kəsirlər. Bəziləri istirahət məqsədi ilə və cürbəcür yollarla öz mənfəətləri üçün, ya qazanc əldə etmək üçün yüzlərlə, minlərlə qoyunlar, heyvanlar kəsilir. Amma heç olmasa ildə bir dəfə Allah rızası üçün Allah'a xatir bu heyvanı qurban olaraq kəsmək hər bir müsəlmana vacib və lazımdır. Qurban kəsmə əməli İslam'a aid insanın sosial bir fədakarlıqdır. Zilhicce ayının 10'unda Allah rızası üçün bir dəfə bir miqdar heyvanın miskinlərə, fəqirlərə və xeyriyyə məqsədinin kəsilməsi heç bir insanlara çətinlik yaratmaz. Özlərindən əlavə çətinliklər törətməsələr. Qurban bayramı İbrahimin, İsmailin və Hacərin imtihana çəkildiyi gündür. Bu imtihan tarix boyu təkrar olunub. Belə imtihanlar tarixdə çox təkrar olunub. Mahiyyəti bənzəməsə də üslubu eynidir. Kərbalada bu hadisələrdə veririk inşallah. Zilhicce ayından sonra Mühərrəm ayı daxil olur ki, İnşallah o söhbətlər o ayda olunacaq. İmam Hüseyin, Həzrəti İbrahim kimi, xanım Zeynəb salamu aleyha, Həzrəti Hacər kimi imtihana çəkildilər Kərbalada. Bu tarixdə bu hadisələr çoxdur. Və övladları da Həzrəti İsmail kimi imtihana çəkildi. Quran-ı Kərimdə Səffat surəsinin 102-109-cu ayələrində Həzrəti İbrahimin qurbanlıq əhvalatı qeyd olunur. Əstəğfirullah. قال يا بني إني أرى في المنام أني أذبحك. Həzrəti İbrahim, Həzrəti İsmailə buyurdu: Ey oğlum, yuxuda səni görürəm ki, qurban kəsirəm. Fənzur məzəl tərəf. Sənin fikrin nədir bu barədə? Oğlunun fikrini öyrənir. قال يا أبت افعل ما تؤمر. Həzrəti İsmail buyurdu: Ata, sənə nə əmr olunubsa onu icra elə. Sətəcduni inşallah minəs sabirin. İnşallah bizi səbr eləyənlərdən və məni səbr eləyənlərdən görərsən. Fələmmə əsləmə və təlləhu liccəbin. Hər ikisi Allahın əmrinə təslim oldular. Həzrəti İbrahim də, İsmail də. Və təlləhu liccəbin. İsmail əleyhissalamın alnını yerə qoydu Həzrəti İbrahim. Qurban kəsəndə heyvanın yüzü sözədəllər, alnını yerə qoydu. Və nədeynəhu ən ya İbrahim, nida gəldi, ey İbrahim, qad səddəqtər rübya, sən artıq rüyavı, yuxuvu gerçəkə çevirdin, təsdiqlədin yuxuvu. İnnə kəzəlikə nəzzil muhsinin, biz həqiqətən gözəl iş görənləri, məhsinləri bu cür mükafatlandırarıq. İnnə həzə ləhuvel bələğul mubin, bəla sözünün bir mənası imtihandır, həqiqətən bu açıq aydın bir imtihandır sənin üçün. Və fədəynəhu bizzibhinə azim. Və onun əvəzində biz sənə böyük bir qurbanlıq əta elədik. Böyük bir qurbanlıq verdik. Təfsir alimləri bu zibhin azimin üzərində çox bəhslər ediblər. Nədir bu zibhin azim? Böyük bir qurbanlıq. Çox təfsirlər verir ki, heyvan, qoç, bəzi təfsirlərdə dağ keçsi, cürbəcür sözlər yazıblar öz yerində. Amma Zibhin azim, bəzi təfsirçilər qeyd edirlər ki, həmən o İsmailin nəslindən olan İmam Hüseyin ağadır ki, Zibhin azim, böyük bir qurbanlıq onun əvəzində sənə əta etdik. Və tərəknə aleyhi fil axirin. Sənin bu əməlin ki var, bu qurbanlıq əməlin, biz
gələcək ümmətlər üçün onu əbədiləşdirərik. Hz. İbrahim bu işi görür, indi də İslam ümməti bu işi icra edirlər. Deməli, o əməl əbədiləşib, mənasik halını alıb. Ki, hal-hazırda Qurbanlıq bayramı həmən Hz. İbrahimin və İsmailin gördüyü işdir ki, bugün də icra olunur. Selamun ala İbrahim. Sonunda deyik, biz İbrahimə bir salam verdik. Yəni, işin sonunda Rəbbi İbrahimə bir gözəl bir salam göndərir. Ki, sən imtihandan üzü açıb çıxdın. Quran-ı Kərimdə və hədis mənbələrində müxtəlif sözlər ifadə olunur Qurban. Həcc surəsinin 34-cü ayəsində Qurban ibadəti haqqında məlumat var. İmam Sadiq əleyhissalam buyurur ki, Həcc surəsini hər kim 3 gün oxusa da, arada 3 gün həmən surəni oxusa, həmən şəxsə bir il keçməz ki, onun boyuna həcc gələr, həcc ziyarətini yerinə yetirər. Həcc surəsini hər kim 3 gün oxusa. Və əgər bu yolda ölsə cənnətə daxil olar ki, Şeyx Səduq, Savabul Əmal və İqabul Əmalda bu hədisi qeyd edib. Və həmən surənin 34-cü ayəsində Uca Yaradanımız buyurur, لِكُلِّ ümmətin cəhənnə mənsəkən. Biz bütün ümmət, din və şəriət əhli üçün qurbanlıq qərar verdik. لِيَسْقُ اسْمَ اللّٰهَ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ. Nə üçün? O qurbanın üzərində Allahın adı zikr olunsun. Deməyən boyun mənimdir, rəzəqəhum. Biz onları verdiyimiz heyvanlardan Allahın adını çəkməklə onu kəssinlər. Və iləhun vahidun. Onların Allahı tək Allahdır. Fələhu əslimun. Ona təslim olun. Bu ibadəti yerinə yetirin və ona təslim olun. Və bəşşiril muxbitin. Müjdə olsun təvazökar insanlara, Allaha təslim olan insanlara. Səlavat zikr edin. Allahumma salli ala Muhammed və Muhammed. Və yevmül hədidə deyirlər. Qurban gününə hədiyyə sözünün kökündəndir. Hərfi mənası doğru yol, hidayət də bu kökdəndir. Hədiyyə sözü ona görə belə adlandırırlar ki, insanlar arasında kin küdurəti qaldırar, insanları doğru yola yönəldər. Peyğəmbərimiz buyurur ki, Təhadav innəl hədiyyətə tüsəb vəhrəz sadır. Hədiyyə verin bir-birinə. Çünki hədiyyə insanın qəlbindəki küdurəti, kini aparar. İllərlə küsur qaldığını insana bir hədiyyə verərsən, o kini küdurət aradan qalxar. İnsan həmişə hədiyyə verməklə insanı doğru yola yönəltmiş olur. Peyğəmbərimizin həyatında bunun bir tətbiqatı var ki, Səhvan bin Ümeyyə Peyğəmbərimiz ona bir hədiyyə verdi və onunla da o İslamı qəbul elədi. Peyğəmbərimiz sevdi və onunla da İslamı qəbul elədi. Peyğəmbərimizin vaxtında bu hadisə olub. Müsəlmanlar da qurban kəsməklə, onu paylamaqla Allah tərəf qədəm götürmüş və hidayətə çatmışlar. Həmən surənin 36-cı ayəsində kəsilən qurbanlıqların Allahın rəmzindən olduğu açıq aydın göstərilir. وَلَبُدَّ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللّٰهِ. Kəsdiyimiz o heyvanlar Allahın şəairindəndir. لَكُمْ فِيهَا خَيْرٌ. O kəsdiyimiz qurban ki var, onda sizin xeyir var. Həm dünya xeyri, həm axirət xeyri. Hər ikisinin mənfəəti var. Dünya mənfəəti nədir? İnsan o əti payladıqca ehtiram qazanar, sevgi qazanar, mühsinlərdən olar dünyada. Axirət xeyridəki savaba nail olar. Vəzkur ismallaha aleyhə savaf. Ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin. Heyvanı kəsəndə, ayaq üstə dayananda da, yerə uzananda da Allahın adını çəkin. İzə vəcəbət cünubuha, elə ki, qurbanlıq halına gətirdiniz, uzatdınız qurbanlıq halını kəsmək üçün fəkulu minha, elə kəsdiniz, onun ətindən yiyin. Allah buyurur ki, onun ətindən özünüz yiyin. Və əkmül qaniyə vəl-muqtər. Həmin ətdən yoxsullara və uman kasıblara da yedirdin. Yoxsul məlum, uman kasıblar nədir? Bəzi fəqirlər, miskinlər var ki, səsləri çıxmır, otururlar evlərində. Tanırlar ki, bizə fəqirik, bizə miskin. Belə səsləri yerində çıxmaz. Bilməzsən ki, gerək insan araşdırsın, o cür insanlar tapsın və onun evində o qurbanlıq ətindən onlara da versin. Səlavat zikr inşallah. Allahumma salli ala Muhammed. Yevmül Ədha da deyirlər bu günə, qurban gününə udhiyyə.
səhərin erkən vaxtı mənasıdır lüğətə baxanda ki, Qurban bayramına Eydül Ədha deyərlər. İnsan Qurban ayına əməl etməsi, öz Rəbbinə tərəf gedən yolu müəyyən etməsinə, aydınlaşdırmasına görədir ki, həmən qurbanlıq həm də səhər tezdən gün çıxanda kəsilər, o vaxtdan ki, icazə verirlər qurban kəsmək, bugün gün çıxandan ki, icazəmiz var, ona deyərlər Ədha, Səlat-ı Duha deyərlər sübh namazına. Ərəb ölkələrində yazılır ki, Səlat-ı Duha, yəni sübh namazı, həmən bu kökdəndir. Həcc surəsinin 37-ci ayəsində Uca Yaradanımız buyurur, Lə yənəlullaha luhubuha və lə dimauha. Bizim kəsdiyimiz heyvanların nə əti Allaha aiddir, nə Allaha çatar, nə də qanı. Və ləkin yənəlu təqva minkum. Sizin təqvanız Allaha lazımdır. O heyvanın nə əti Allah lazımdır, nə onun qanı Allaha lazımdır. Allah lazım olan sizin o təqvanızdır ki, əmri icra edirsiniz. Cahil vaxtı ərəblər qurbanlıqları Kəbənin ətrafında kəsər və qanını da Kəbəyə sürtərdilər. Belə bir, bax, cahillər bu cür qurban kəsərdilər. Bu ayə həmin cahiliyyət adətini aradan qaldırdı. Yəni, o qanını Kəbəyə sürtmən, sən təqvan lazımdır Allaha. İndi də bir bidət adətimiz var, bəzi yerlərdə mənim qarşıma çıxır, yəni sürəli qarşısına çıxar. Qurbanlıq qanını uşaqların alnına sürtürlər. Yəni, bu İslamda bidətdir, belə bir adətimiz yoxdur. O cahil ərəblərdən və yaxud da bəzi hallardan bizlərə gəlib çatan adətdir. Qurban sözü ərəb mənşəli sözdür, hərfi mənası yaxınlaşmaq deməkdir ki, insan qurban kəsməklə Allaha yaxınlaşar. Qurban ibadətin çox böyük savabı var ki, Quran-ı Kərimdə qurban kəsməyi və ya qeyd etdik təqvalı insanların xüsusiyyətlərindən biri kimi qeyd olunub. Peyğəmbərimiz buyurur, İnnə aqdələl əyyam indələ yevmin nəhr. Allah yanında günlərin içərisində ən fəzilətli gün həmən qurban günüdür ki, bu günün üstünlüyünü Peyğəmbərimiz buyurur. Xanım Zəhra səlamun əleyhada bir hədisimiz var. Qurban kəsilən vaxt onun yanında dayanın. Xanım Zəhra buyurardı. Həmən qurbanın yanında dayanın. Bu işe şahid olun. O anı izləyin, qurban kəsilən anın. Qurban kəsilən heyvanın qanı yerə tökülən zaman sizin günahlarınız bağışlanır. O həmən səhnəni izləyin. Əmir-əl-Möminin buyurur, əgər insanlar qurban kəsməkdə hansı əzəmətin olduğunu bilsəydilər, hər halda çalışarlar ki, o həmən ibadəti təxirə salmasınlar. Peyğəmbərimiz özü və ailəsi adından və bütün ümmət adından həmişə qurban kəsərdi. Həm ailəsi adından kəsərdi, həm də bütün ümmətin adından kəsərdi. İmam Sadiqdən hədis var ki, İmam Sadiq aleyhissalam buyurur, Peyğəmbər 2 qozu qurban kəsdi, 2 qoz gətirdi, qurban kəsdi və dedi, biri mənim adımdan, biri də bütün ümmətimdən, kəsə bilməyənlərin adından bu heyvanı qurban kəsirəm. Sondan Əbu Bəsir, İmam Sadiq aleyhissalamdan bir rəvayət edir, İmam Sadiqin səhabələrini alır Əbu Bəsir, buyurur ki, İnnə yaxulli sahibə ində əvvələ qətlətin təxtu min dəmihə aləl-ərzi ki, və yaxud ki, hədis ki, həmən qurban ilk damla ki, qanı yerə töküldü, həmən sahibinin bütün günahları əf olunar. Pərvərdigara, kəsdiyimiz qurbanları, etdiyimiz ibadətləri öz dərgahında dərəcəyə qəbul etsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynâke l-kavthar fesalli li-rabbika venhar inne şâni'eke huvel-ebtar. Salavat. Allahümme salli ala